miflər var ki, krem elə eləyim, şam eləyim və yaxud dərman içim, bununla da aradan qaldırılsın, keçsin, müalicə olunsun. Əslində o doğru bir şey deyil. Babasil yaranıbsa, odur ki, yaramağı da daha çox genetik belə deyək, problemdir. Yaranıbsa o heç yerə getməyəcək. Yəni bu orada da qalır. Genişlənmiş damardır əslində. Uzaqbaşı Varikoz şamlarla falan içəri doğru simptomları müəyyən qədər yüngülləşdirə bilirik. Yəni ayaqda necə varikoz yaranır və qalır və getdikcə inkişaf edir. Eləcə də babasil. Sadəcə olaraq birinci, ikinci dərəcədə pasiyent onu hiss etməyə bilər, amma təbii ki 3-4 artıq müəyyən qədər sağlam. Yəni 3-cü dərəcə defikasiya aktında düşür, sonra geri çəkilir. 4-də artıq tam şəkildə xaricdə yerləşir. Ona görə də əslində babasil problemi varsa və pasiyenti narahat edirsə, xüsusilə elə adam var ki, qanama. Məsələn, hər defikasiyadan sonra qan itirir. Yəni illərlə də belə yaşaya bilər insan, amma əslində bu normal bir hal deyil. Bu qan bədəndən gedən təmiz qandır. Yəni babasilin özünü orada müəyyən üstəlik oradan infeksiya da ola bilər axı. Bəli, təbii ki, infeksiya ola bilər, sonra parapraktit yarana bilər, fistula yarana bilər. O hamısına yol açır. Amma bu pasiyentlərin çoxsunda xroniki anemiya dediyimiz hala rast gəlir. Yəni qan azlıq. Bəli. Halbuki normal deyil. İnsan hiss eləyir ki, tutalım, başı gicəllənir, baş hərrənməsi olur, özünü halsız hiss eləyir, yorğun hiss eləyir. Başa düşmür ki, səbəb nədir. Amma əslində səbəbi var. Yəni dərindən araşdıranda məlum olur ki, hər dəfə defikasiya aktı bədəndən təmiz qan çıxır, qan itirir bu adam.